Diqqət! Ünvanlı sosial yardımla bağlı mühüm yeniliklər və vacib xəbərdarlıqlar. Azərbaycanda minlərlə ailəni maraqlandıran ünvanlı dövlət sosial yardımı ilə bağlı yeni açıqlamalar gündəmdədir. Bir çox vətəndaş yardım almaq üçün müraciət etsə də, bəzi hallarda gözlənilməz imtina qərarları ilə qarşılaşır. Bəs bunun əsas səbəbləri nədir? Hansı hallarda müraciətlər mənfi cavablandırılır? Bu barədə hüquqşünasın açıqlamaları diqqət çəkir. Ətraflı məlumat üçün bizi izləməyə davam edin. Ünvanlı dövlət sosial yardımı az təminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə tətbiq olunan mühüm sosial dəstək mexanizmlərindən biridir. Lakin son dövrlərdə yardım almaq üçün müraciət edən vətəndaşların bir hissəsi müraciətlərinin qəbul edilmədiyini bildirir. Xəbər bələdçisi xəbər verir ki, mövzu ilə bağlı konkret nöqtə-aza açıqlama verən hüquqşünas Ramil Süleymanov açıqlamasında qeyd edib ki, sosial yardım təyin edilərkən ailənin gəlirləri, əmlak vəziyyəti və digər sosial-iqtisadi göstəricilər ətraflı şəkildə araşdırılır. Məhz bu araşdırmalar zamanı aşkarlanan bəzi uyğunsuzluqlar müraciətin mənfi qiymətləndirilməsinə səbəb ola bilir. Ekspertin sözlərinə görə, ən çox rast gəlinən səbəblərdən biri vətəndaşların adına qeydiyyatda olan, lakin etibarnamə əsasında başqa şəxslər tərəfindən istifadə edilən avtomobillərlə bağlıdır. Belə nəqliyyat vasitələri ailənin maddi vəziyyətinin qiymətləndirilməsi zamanı nəzərə alınır və bu da yardımın təyin edilməsinə təsir göstərə bilir. Digər mühüm amil isə kommunal ödənişlərlə rəsmi gəlirlər arasında müşahidə olunan fərqlərdir. Bəzi hallarda qaz, işıq, su və digər xidmətlər üzrə ödənişlərin həcmi ailənin bəyan etdiyi gəlirlərlə uyğun gəlmir. Bu isə aidiyyatı qurumların əlavə araşdırma aparmasına və nəticədə müraciətin rədd edilməsinə səbəb ola bilər. Hüquqşünas vətəndaşlara tövsiyə edir ki, sosial yardım üçün müraciət etməzdən əvvəl onların adına olan əmlaklar, nəqliyyat vasitələri və gəlir məlumatları dövlət informasiya sistemlərində düzgün əks olunub olmadığını yoxlasınlar. Əgər hər hansı uyğunsuzluq mövcuddursa, müraciətdən əvvəl həmin məsələlərin həll edilməsi daha məqsədə uyğun hesab olunur. Mütəxəssislər bildirirlər ki, düzgün və tam məlumat təqdim olunması müraciət prosesinin daha şəffaf və operativ aparılmasına kömək edir. Buna görə də vətəndaşların öz məlumatlarını əvvəlcədən dəqiqləşdirmələri vacib hesab edilir. Sosial yardımla bağlı yeniliklər, rəsmi qərarlar və vətəndaşları maraqlandıran digər xəbərlər üçün xəbər bələdçisini izləməyi unutmayın.